Bu hadisə dünya kriminalistika tarixinə bəşəriyyətin ən heyrətamiz və ən geniş miqyaslı istintaq əməliyyatı kimi düşmüşdü. Hər şey bir çamadanla başlayır. Onun içərisində köhnə qəzetlərə bükülmüş 7 yaşlı bir oğlanın cəsədi vardı. Müstəntiqlərin əlində heç nə yox idi. Nə bir dəlil, nə də şahid. Yalnız bircə dənə ipucu vardı. Saralmış qəzet səhifələrindəki doldurulmuş krosvordlar. Bundan sonra baş verənlər isə ağla sığmaz idi. Müstəntiqlər krosvordlardakı yazı xəttinə görə qatili tapmaq qərarına gəlirlər. Onlar böyük bir şəhərin altını üstünə çevirirlər. Bir-bir evləri gəzib 100 mindən çox insandan yazı xətti nümunəsi götürür, 60 ton kağız dolantısını ələkdən keçirir, 500 mindən çox xətt nümunəsini əllə analiz eləyirlər. Bu, sözün əsl mənasında samanlıqda iynə axtarmaq kimi bir şey idi. Hazır olun, dünya tarixinin ən böyük və möhtəşəm dedektiv araşdırmasına başlayırıq. ...1981-ci il. Almaniya Demokratik Respublikası, Halle-Neustadt şəhəri. Şəhərin təməli 1964-cü ildə kimya zavodlarının əhatəsində fəhlələrin yaşaması üçün ideal bir məkan kimi qoyulmuşdu. 81-ci ildə burada 100 minə yaxın insan yaşayırdı. Bütün mənzillər eyni tipli müasir təmirə malik idi. 7 yaşlı Lars Bense valideynləri ilə birlikdə 483 saylı binanın 2-ci mərtəbəsində yaşayırdı. O, orta məktəbin 1-ci sinifində təhsil alırdı. 1981-ci il 15 yanvar. Lars tək başına filmə baxmağa gedir. Kinoteatr yaxınlıqda yerləşirdi. Lakin seansdan sonra Lars evə qayıtmır. Narahat olan valideynlər polisə xəbər verirlər. Polislər dərhal axtarış əməliyyatına başlayırlar. Onlar ilk növbədə Larsın yaşadığı evin yaxınlığında yerləşən binaların zirzəmilərini, damlarını, eləcə də liftlərin şaxtalarını yoxlayırlar. Amma axtarışlar heç bir nəticə vermir. Artıq növbəti günün səhəri bütün polis əməkdaşlarına uşağın fotoşəkli olan vərəqələr paylanılır. Axtarışlara dərhal polisin genişləndirilmiş şəxsi heyəti cəlb edilir. Müstəntiq Siegfried Schwarz üçün bu iş karyerasının ən ağır və ən qəribə hadisələrindən biri idi. Müstəntiqlər evdən qaçmaqdan tutmuş bədbəxt hadisəyə qədər onlarla versiyanı nəzərdən keçirirlər. Lakin Bense ailəsindəki mühiti öyrəndikdən sonra Schwarz tez bir zamanda qəti qənaətə gəlir. Belə nümunəvi bir ailədən olan uşağın qaçması və ya pis bir kampanyaya qoşulması mümkün deyildi. Oğlan ya bədbəxt hadisənin, ya da cinayətin qurbanı olub. Vəziyyət hər bir detalın maksimum dərəcədə ciddi şəkildə yoxlanılmasını tələb eləyirdi. 2 gün sonra mətbuatda uşağın itkin düşməsi barədə rəsmi məlumat dərc olunur. Axtarışlar daha geniş vüsət alır. Əməliyyat təkcə yerin üstündə deyil, yerin altında da aparılır. Şəhərin yeraltı kommunikasiya xətləri, su boruları, kanalizasiya xətləri, tunellər diqqətlə yoxlanılır. Amma Larsın hər hansı bir izinə rast gəlmək mümkün olmur. Uşağın itkin düşməsindən 2 həftə sonra dəmir yolu xəttinin baxıcısı Uwe Teuerkorn dəmir yolunun kənarında qarın içində bir çamadan tapır. O, çamadanın içərisində dəyərli bir şeyin olacağına ümid eləyirdi. Bəlkə də orada qərb həyatının rəmzi olan tapılmayan Levi's cins şalvarı yaxud bəxti gətirsə bağlamalarla pul vardı. Bu xəyallarla Uwe çamadanı açır və gördüklərindən dəhşətə gəlir. Çantanın içində qəzetlərə bükülmüş uşaq meyidi vardı. Bir neçə saatdan sonra çamadan məhkəmə tibb institutuna çatdırılır. Artıq bir tərəfi deşilmiş çamadan tamamilə açılır. Üstdə büzüşmüş və səliqə ilə düzülmüş qəzet və jurnallar vardı. Onların altında isə uşaq cəsədi gözə dəyirdi. Bu, Larsın meyidi idi. O, seksual cinayətin qurbanı olmuşdu. Uşağın bədənində bir neçə bıçaq yarası, eləcə də küt alətlə vurulmuş zərbələrin izləri aşkar olunur. Zərbələr əsasən baş nahiyəsinə endirilmişdi. Çamadana doldurulmuş qəzet və jurnallar tamamilə islanmışdı. Bu vəziyyətdə kriminalistlər kağızla işləyə bilməzdilər. Ekspertlər onları xüsusi metodla bir-bir qurudurlar və sürprizlə qarşılaşırlar. Qəzet və jurnalların səhifələrində olan krosvordların əksəriyyəti göy rəngli, dircəkli qələmlə doldurulmuşdu. Bu, qatilin izinə düşməyə kömək eləyə biləcək çox vacib bir ipucu idi.
Kriminalistlər zərgər dəqiqliyi tələb eləyən çox çətin bir işə başlayırlar. Atılacaq hər hansı bir tələsik addım, ehtiyatsız davranış qatilin buraxdığı izləri birdəfəlik məhv eləyə bilərdi. Kağızın kövrək səthində qala biləcək hər bir mikroskopik hissəciyi qorumaq mütləq idi. Çünki qəzet və jurnalların üzərindəki hər bir kənar zərrəcik qatilin cinayəti törətdiyi mühit haqqında, hətta onun peşəsi barədə məlumat verə bilərdi. Kriminalistlər böyüdücü şüşə və mikroskop altında hər bir səhifəni qarış-qarış incələyirlər. Onlar toz zərrəciklərini, parça liflərini və saç tellərini ehtiyatla toplayaraq steril sınaq şüşələrinə yerləşdirirlər. Sonra daktiloskopik ekspertizaya start verilir. Nəm çəkmiş və məsaməli səthə malik olan qəzet səhifələrində fırça və pudra vasitəsilə barmaq izlərinin toplanması məqsədə uyğun deyildi. Belə ki, bu krosvordlardakı yazı xətlərini korlaya bilərdi. Bu səbəbdən ekspertlər xüsusi metoda əl atırlar. Onlar qurudulmuş qəzet və jurnalların səhifələrinə ninhidrin adlı xüsusi kimyəvi məhlul püskürdürlər. Ninhidrin insanın barmağından kağıza keçən tərlə reaksiyaya girərək gizli barmaq izlərini bənövşəyi və ya çəhrayı rəngə boyayır. Kriminalistlər qaranlıq otaqda, ultra bənövşəyi işıq altında qatilin barmaq izlərini tapmağa çalışırlar. Lakin tam və keyfiyyətli barmaq izi aşkar eləyə bilmirlər. Nəm çəkmiş kağızda yalnız natamam barmaq izləri gözə dəyirdi. Üstəlik, aydın bir izin aşkar olunması belə qatilin tapılacağına zəmanət vermirdi. Belə ki, 80-ci illərin əvvəllərində barmaq izi kartotekaları məhdud idi və mülki şəxslərin əksəriyyəti heç vaxt polisin məlumat bazasında öz izlərini qoymamışdı. Digər tərəfdən, hər dəfə kağızın üzərinə püskürdülən ninhidrin krosvordların doldurulduğu mürəkkəbi zədələyirdi. Bu isə xətt nümunəsinin tədricən itirilməsi demək idi. Ona görə də mütəxəssislər əsas diqqəti barmaq izlərinə deyil, yazının özünün xüsusi formasına yönəltməyə başlayırlar. Kriminalistlər hər bir hərf uğrunda mübarizə aparan zaman istintaq qrupunun rəhbəri Siegfried Schwarzın qarşısında ən ağır vəzifə dayanırdı. Valideynlərə oğullarının ölüm xəbərini vermək. Özü 4 oğul atası olan Schwarz üçün bu növbəti cinayət işi deyildi. O, bu faciəni bir müstəntiq kimi deyil, bir ata kimi yaşayırdı. Valideynlərin reaksiyası fərqli oldu. Larsın atası qəzəb içində qışqıraraq deyir ki, əgər qatili tapsa, onu elə yerindəcə gəbərdəcək. Anası isə əksinə, təəccüblü dərəcədə təmkinli davranaraq sadəcə alçaq səslə soruşur. Biz indi neyniyəcəyik? Məhz o zaman bu ağır ab-havada Schwarz Benz ailəsinə onun üçün şərəf işinə çevriləcək bir vəd verir. O deyir, mənə arxalana bilərsiniz. Axtarış çox vaxt apara bilər, yaxud tez də bitə bilər. Amma sizə söz verirəm, oğlunuzun qatili tapılacaq və layiq olduğu cəzanı alacaq. Həmin an üçün bu vəd demək olar ki, yerinə yetirilməsi mümkün olmayan bir öhdəlik kimi görünürdü. İstintaqın ixtiyarında yalnız yazılı bir neçə səhifə və bir neçə yüz hərf vardı və başqa heç nə. Müstəntiq Schwarz o vaxt hələ dərk eləmirdi ki, krossvord müəllifinin axtarışı görünməmiş bir miqyas alacaq və həmin konkret şəxsi müəyyənləşdirmək üçün nə qədər böyük güc sərf olunacaq. Kriminalistlər bütün diqqətlərini krossvordlara yönəldirlər. Bu xanaları kim doldurmuşdu? Cavab yazının xüsusiyyətlərində gizlənirdi. Naməlum şəxsin yazı manerasını öyrənən xətt ekspertləri hərflərin əsas cizgiləri ilə yuxarı hissələrinin spesifik birləşməsinə diqqət yetirirlər. Bu yazı manerası istisnasız olaraq bütün qeydlərdə təkrarlanırdı. Bu da bütün krossvordların eyni şəxs tərəfindən doldurulduğunu göstərirdi. Schwarz Almaniya tarixində misli görünməmiş bir qərar qəbul eləyir. Regiondakı hər bir yetkin vətəndaşın yazı xətti yoxlanılmalı idi. Lakin bu nəhəng əməliyyatın öhdəsindən gəlmək üçün peşəkar kriminalistlərin sayı yetərli deyildi. Hadisəyə xüsusi qrafoloji təhsili olmayan yüzlərlə sıravi polis əməkdaşı, sahə müvəkkilləri, eləcə də yerli məktəblərin müəllimləri, universitet tələbələri və zavodda işləyən fəhlələrdən ibarət mülki könüllülər cəlb olunur. Bu böyük canlı qüvvə ordusunu təlimatlandırmaq üçün ekspertlər cədvəllər hazırlayırlar. Həmin cədvəllərdə qatilin özünə məxsus yazı xətti ilə çəkdiyi A, M və T baş hərflərinin böyüdülmüş eskizləri öz əksini tapmışdı.
Axtarış qrupları qapı-qapı gəzərək hər bir evə daxil olur, vətəndaşlara yerindəcə doldurulması üçün xüsusi anket blankları paylayırdılar. Əllərindəki təlimat cədvəllərini rəhbər tutan sıravi əməkdaşlar minlərlə sənədin içindən qatilin xəttinə bənzəyən yazıları vizual olaraq ayırmalı və yalnız ən şübhəli əlyazmaları mərkəzi laboratoriyaya göndərməli idilər. Şərqi Almaniyanın bu soyuq qış günlərində hər bir ev bir istintaq hücrəsinə, hər bir polis əməkdaşı isə gözü açıq qrafoloqa çevrilmişdi. Bundan əlavə, axtarış qrupları fabriklərdə, idarələrdə qeydiyyat jurnallarını, köhnə ərizələri və əlyazma vərəqlərini toplayır və yazı xətlərini qatilin xətti ilə müqayisə edirdilər. Müstəntiqlər anlayırdılar ki, ya bu sətirlərin müəllifini tapacaqlar, ya da şəhəri yeni qətillər dalğası bürüyəcək. Məhkəmə tibb ekspertinin gəldiyi nəticə heç bir şübhə doğurmurdu. Cinayətkar ciddi psixi pozuntuları olan bir şəxs idi. Müstəntiqlər əmin idilər ki, o dayanmayacaq və tez ya da gec özünü yenidən büruzə verəcək. Bu reallıq polisi daha da hərəkətə gətirirdi. İstintaq tarixində o vaxta qədər bənzəri görülməmiş bir əməliyyat başladı. Hər gün səhərdən axşamadək yüzlərlə əməkdaş mərtəbə-mərtəbə, ev-ev gəzirdi. Onların sakinlərlə dialoqu bu cümlə ilə başlayırdı. Salam, polis. Bizə sizin xətt nümunəniz lazımdır. Sakinlərdən yazılması istənilən mətn qəribə və uzun idi. Mətn elə tərtib edilmişdi ki, orada crosswordlarda rast gəlinən bütün hərflər və hərf birləşmələri yer alsın. Bəzən bir nəfərin yoxlanılmasına yarım saat vaxt gedirdi. Bəzən bir masa arxasında bütün ailəni eyni anda toplamaq və birdən-birə 3-4 xətt nümunəsi almaq mümkün olurdu. Bəzənsə sakinləri evdə yaxalamaq üçün polislər eyni ünvana bir neçə dəfə qayıtmalı olurdular. Şəhər gərginlik içində idi. Çox vaxt polislərin heç nə izah eləməsinə belə ehtiyac qalmırdı. Onlar qapını döyən kimi insanlar artıq əllərində vərəq bayıra çıxır və bura niyə gəldiyinizi bilirik deyirdilər. Axtarışlar blok-blok irəliləyirdi. Heç bir ev, heç bir ailə yoxlanışdan kənarda qalmamalı idi. İş o yerə çatmışdı ki, müstəntiqlər hətta son aylarda vəfat eləmiş şəxsləri belə yoxlayırdılar. Bu, həqiqətən də çılğın bir təşəbbüs idi. Çünki həmin vaxt Halleneustadt əhalisinin sayı artıq 100 min nəfəri keçmişdi. Heç kimin gözdən qaçmaması üçün pasport və qeydiyyat şöbəsinin arxivləri açılır. Sakinlərin siyahısı mənzillərdəki insanların real sayı ilə müqayisə edilir. Əməliyyatçılar evdə qonaqların olub-olmadığını, kiminsə yaxınlarda köçüb-köçmədiyini və ya qeydiyyatssız yaşayıb-yaşamadığını aydınlaşdırırdılar. Rəsmi qeydiyyat siyahısında olmayan, lakin axtarış zonasına bircə saatlıq belə daxil olan hər kəs yoxlanılırdı. Axtarışların miqyası sadəcə möhtəşəm idi. Xətt nümunələrinin toplanması üçün hər kəs səfərbər edilmişdi. Formalı və mülki geyimli əməkdaşlar, kriminalistlər, yol polisi, pasport masasının işçiləri və hətta yanğın söndürənlər. Bu, samanlıqda iynə axtarmaq kimi bir şey idi. Kapitan Schwarz tapılan çamadanın Larsın itkin düşdüyü rayonun mərkəzində bir mağazanın vitrinində nümayiş etdirilməsini tələb eləyirdi. Bunun iki əsas səbəbi vardı. 1. Canlı şahidlərin yaddaşını təzələmək. Uşaq məhz həmin ərazidə yoxa çıxmışdı. Lars itdiyi gün, yanvarın 15-də bəlkə də kimsə əlində çamadan daşıyan şübhəli şəxsi görmüşdü. Çamadanı mağazanın vitrinində görən şahid həmin şəxsi xatırlaya və polisə məlumat verə bilərdi. İkinci səbəb isə kamera tələsi idi. Polislər vitrinin arxasında gizli kamera quraşdırırlar. Kriminalistikada belə bir psixoloji qanuna uyğunluq var. Qatillər çox vaxt törətdikləri hadisənin əks-sədasına baxmaq üçün cinayət obyektlərinin sərgiləndiyi yerlərə gəlirlər. Schwarz inanırdı ki, qatil təsadüfən və ya maraqdan bu vitrinin qarşısında dayana bilər. Müstəntiqlər gizli kamera vasitəsilə çamadana baxarkən həyəcanlanan, qeyri-adi və ya şübhəli davranışlar nümayiş etdirən şəxsləri lentə almağı və onları təqib eləməyi planlaşdırırdılar. Amma bir məsələ vardı. Schwarz vitrinə belə bir yazının yazılmasını tələb eləyirdi. Bu çamadanda uşaq cəsədi tapılıb, şahidləri axtarırıq. Lakin rəhbərlik buna razı olmur. Şərqi Almaniyada gizli bir prinsip fəaliyyət göstərirdi. Sosialist cəmiyyətində bu cür vəhşi cinayətlər demək olar ki, baş vermir. Deməli, vətəndaşları qorxutmağa da dəyməz. Nəticədə lövhədə yalnız bunlar yazılır. Ağır bir cinayətin açılması üçün. Yoldan keçən insanlar bu mətni oxuyur, vitrindəki nimdaş əl çamadanına bir anlıq baxır, sonra isə heç bir şey anlamadan sürətlə ötüb keçirdilər. Beləliklə, bu aksiyada heç bir nəticə vermir. Artıq hər şey tamamilə aydın idi. Qatilin izinə düşmək üçün yeganə ipucu crosswordlardı.
Şvars əməliyyatın miqyasını daha da genişləndirir. Bütün şəhərdə gücləndirilmiş makulatura yığımı elan edilir. Gənc pionerlər əraziləri qarış-qarış gəzərək köhnə qəzet və jurnalları toplayır, sonra isə onları çeşidləmə məntəqələrinə gətirirdilər. Orada isə polis əməkdaşları tonlarla zibili əlləri ilə bir-bir nəzərdən keçirir, doldurulmuş krosvordları qatilin yazı xətti ilə müqayisə edirdilər. Tonlarla makulatura əməliyyatçıların əlindən keçdiyi bir vaxtda yazı xətti üzrə ekspertlər sensasiyalı bir bəyanat verirlər. Minlərlə nümunəni analiz elədikdən sonra onlar belə bir qənaətə gəlirlər. Çamadandakı krosvordları orta yaşlı bir qadın doldurub. İstintaq üçün bu soyuq duş effekti yaradır. Cinayətin seksual xarakterli olduğunu nəzərə alan ekspertlər, əlyazmanın müəllifi ilə uşağı qətlə yetirən caninin fərqli adamlar olduğu qənaətinə gəlirlər. Müstəntiqlərin baş sındırdıqları əsas suallardan biri bu idi. Cinayət yerini harda axtarmalı? Çamadanın daxilində çoxlu sayda qəzet və jurnalların olması qətlin qapalı məkanda törədildiyinə işarət eləyirdi. Bu, bir mənzil, qaraj və ya sex ola bilərdi. Digər vacib sual: qatil Larsı necə aldatmışdı? Onu insanların gür olduğu yerdən uzaqlaşdırmaq üçün nə vəd eləmişdi? Bəlkə qatil uşaqda ehtimal doğuran, əmrlərinə tabe olmağa adət elədiyi polis, müəllim və ya formalı hər hansı bir şəxs idi? Yoxsa bu Larsın şəxsən tanıdığı qohum və ya ailə dostlarından biri idi? Qatil Larsı könüllü olaraq ardınca aparacağı qədər güclü inandırma qabiliyyətinə malik yeniyetmə də ola bilərdi. Müstəntiqlər tədricən qatilin psixoloji portretini çəkməyə başlayırlar. Cani uşaqbazlığa meyillidir. Anası yaxud birlikdə yaşadığı qadın krosvord həvəskarıdır. Polislər əvvəllər pedofiliyaya görə məhkum olunmuş və homoseksual meylləri olan 1800-ə yaxın şəxsi dindirir. Lakin yenə də heç bir nəticə əldə eləyə bilmirlər. Qətildən 2 ay sonra 1981-ci ilin martında ümumi istintaqa rəhbərlik eləyən Şvarsın qərargahında gərginlik pik həddə çatır. Məhz həmin vaxt Şvarsın qərarı ilə milyonlarla sənədi ələkdən keçirmək üçün xüsusi xətt analizi mərkəzi yaradılır və həmin mərkəzə Adolf Dobling adlı qrafoloq rəhbər təyin edilir. Qovluqlarla dolu şkafların yerləşdiyi kabinetdə 5 zabit gecə-gündüz əl yazılarını müqayisə eləyirdi. Polislər sözün əsl mənasında bütöv bir şəhərin əhalisini xətt ekspertizasından keçirirdi. Əməliyyat artıq manyakal bir miqyas almışdı. 95 min telegram blankı, avtomobil qeydiyyatına dair 40 mindən çox ərizə, pasport idarələrinin arxivlərində yerləşən 250 mindən çox rəsmi sənəd bir-bir yoxlanılır. Bundan başqa polislər ətraf şəhərlərdən gələnlərin də işlədiyi nəhəng kimya zavodlarına üz tuturlar və 100 mindən çox işçinin sənədlərini arxivdən çıxarıb tək-tək yoxlayırlar. Hələ kompüterlərin, rəqəmsal bazanın mövcud olmadığı bir dövrdə bütün bu işlərin hamısı əllə edilirdi. Bu sözün əsl mənasında titanik bir əmək idi. Lakin bu nəhəng dövlət arxivləri belə məlumat bazasını tamamlamağa bəs eləmirdi. Heç bir şübhəlinin kənarda qalmaması üçün Adolf Dobling belə bir hiləyə əl atır. Yerli qəzetdə çox sadə bir krosvord dərc etdirib həll eləyənə 10 marka pul mükafatı vəd eləyir. Plan sadə idi. Rəsmi sənədlərdə izi olmayan minlərlə insanı asan qazanc həvəsi ilə cavabları yazıb göndərməyə sövq eləmək. Nəticədə 10 mindən çox insan krosvordu dolduraraq redaksiyaya göndərir. Adolf Doblingin ən böyük qorxusu tabeçiliyində olanların sadə bir diqqətsizliyi və ya yorğunluğu ucbatından axtarılan xəttin gözdən qaçması idi. Aylarla davam edən gərgin iş rejimindən sonra qərargahda dərin böhran yaranmışdı. Əməliyyatçılar tükənmə həddində idilər. İnsanlar emosional və fiziki cəhətdən tamamilə taqətdən düşmüşdülər. Nəticədə əhalidən nümunələrin toplanma sürəti kəskin şəkildə aşağı düşməyə başlayır. Bir çox əməkdaş artıq uğura olan inamını itirmişdi. Cinayəti krosvord vasitəsilə açmaq ideyası onlara getdikcə ümidsiz görünürdü. Kollektiv nəticəsizlikdən sarsılmışdı. Zaman və resurslarsa hədər gedirdi. 9 aylıq axtarış hələ də heç bir nəticə verməmişdi. Polislər gecə-gündüz işləsə də ev-ev gəzərək yalnız 20 min insana baş çəkə bilmişdilər. Bu isə Hallenoy əhalisinin cəmi 1/5 hissəsi demək idi. Belə görünürdü ki, istintaq qəti olaraq dalana dirənib. Prosesi sürətləndirmək üçün axtarış metodu sadələşdirilir.
uzun mətnlərin əvəzinə sakinlərə daha qısa mətnlər yazmaq təklif olunur. Hətta bu sürətlə belə polisin mövcud qüvvələri ilə Halleneustadtın hər bir sakinini yoxlamaq üçün daha 2 il yarım, 3 il vaxt tələb olunurdu. Lakin 10 noyabr 1981-ci ildə növbə 398 saylı binaya çatır. Bu 5 mərtəbəli binanın sakinlərindən biri Ingeborg Schnell adlı 40 yaşlarında bir qadın idi. Lakin o evdə yox idi. Məlum olur ki, Ingeborg mövsümi qazanc dalınca Baltik dənizi sahilində yerləşən Woodstock qəsəbəsinə gedib. Müstəntiqlər dərhal Woodstock polisinə sorğu göndərirlər. Qəsəbənin sahə müvəkkili qadını elə iş yerində tapır. O, düz çimərliyin yanındakı kafedə ofisant işləyirdi. Ingeborg elə oradaca masanın arxasında blankı doldurur və tələb olunan mətni yazır. Bu xətt nümunəsi poçt vasitəsilə Halleneustadt şəhərinə göndərilir və noyabrın 13-ü, cümə günü polis idarəsinə çatır. Bütün həftə sonu boyu həmin vərəq çeşidlənməmiş məktub yığınının arasında qalır və yalnız noyabrın 17-si çərşənbə axşamı xətt ekspertinin önünə qoyulur. Adolf Dobling öz iş masasının arxasında əyləşmişdi. Birdən kabinetin qapısı qəfildən açılır. Həmkarı həyəcanlı şəkildə otağa daxil olur. İçimdə qəribə bir hiss var, bir buna bax, deyərək o, Vostrovdan gələn xətt nümunəsini masanın üzərinə qoyur. Doblingə bircə baxış kifayət eləyir. Eyni yazı manerası, hərflərdəki eyni xarakterik qövslər. Bu, o idi. Heç bir şübhə ola bilməzdi. Qərargahda Doblingin vaxtı ilə verdiyi vədi onun yadına salırlar. Dobling and içmişdi ki, lazımı xətt tapılanda rəisin kabinetinə iməkləyərək girəcək. Vədimə əməl eləmədim, deyə Dobling gülümsəyərək xatırlayır. Mən sadəcə kabinetə qaçaraq girdim və vərəqi masanın üzərinə qoydum. Prokuror sənədə bircə dəfə baxdı və qısaca təsdiqlədi. Bu odur. Ingeborgun xətti düz 551.188 nümunənin analizindən sonra tapılmışdı. Bu, əllə aparılan qrafoloji ekspertiza sahəsində bugünə qədər qırılmayan mütləq dünya rekordu hesab olunur. Polis dərhal Ingeborgun işlədiyi kafe ilə əlaqə saxlayır. Lakin məlum olur ki, qadın artıq iş yerini tərk edib. O, 18 yaşlı qızı Keslinlə birlikdə məzuniyyətə getmək üçün Werder şəhərinə yollanıb. Yubanmaq olmazdı. Elə həmin gecə Halleneustadt şəhərindən daxilində 4 əməliyyatçının, o cümlədən Adolf Doblingin də olduğu avtomobil yola düşür və səhər saat 5:00 radələrində Werder şəhərinə çatırlar. Müstəntiqlər Ingeborgun qaldığı otelə gedirlər. Qadın və qızı Kerstin şoka düşmüşdülər və nələrin baş verdiyini anlamırdılar. Lakin elə ilk söhbət zamanı tapmacanın parçaları yerinə oturmağa başlayır. Məlum olur ki, Kerstinin Matias adlı sevgilisi var. Müstəntiqlər dərhal bu gəncin izinə düşürlər. O, başqa bir Kort şəhərində, nəhəy bir sanatoriyanın qazanxanasında işləyirdi. 18 yaşlı Matias Steiner elə iş yerindəcə həbs olunur. O, ailənin tək uşağı idi və valideynləri ilə birlikdə Halleneustaddda yaşayırdı. O, qayğı ilə əhatə olunmuş, imkanlı bir ailədə böyümüşdü. Kollektiv şokda idi. Hamı elə bilirdi ki, bu sakit, işgüzar gənci hansısa xırda oğurluğa görə aparırlar. Heç kimin ağlına gəlməzdi ki, bu yaraşıqlı gənc əslində qorxunc bir qatildir. Matiası dərhal baş idarəyə gətirib dindirməyə başlayırlar. Müstəntiqin qarşısında son dərəcə nəzakətli bir gənc əyləşmişdi. Eyni vaxtda yan kabinetdə Adolf Dobling krasfordları dolduran qadını Ingeborgu dindirirdi. Qadın nə baş verdiyini anlamırdı. Dobling otağa cinayət yerində tapılan həmin məşhur çamadanı gətirdir. Qadın çamadanı dərhal tanıyır. Bu onun çamadanı idi. O, çamadanın içindən uşaq cəsədinin çıxdığını öyrənəndə dəhşətə gəlir. Saatlarla davam edən dindirilmədən sonra Matias hər şeyi etiraf eləyir. O, 7 yaşlı Lars'ı kinoteatrın qarşısında görür və oyuncaq maşın kolleksiyası göstərmək vədi ilə aldadır. O, oğlanı öz evinə deyil, birbaşa sevgilisinin və onun anası Ingeborgun mənzilinə aparır. Matiasda mənzilin ehtiyat açarları vardı. O, hər iki qadının gündəlik qrafikini dəqiq bilirdi. Həm ana, həm də qızı ofisant işləyirdilər və həmin saatda hər ikisi növbədə idilər. Mənzil tamamilə Matiasın ixtiyarındaydı. Matias orada uşağa qarşı zorakılıq eləyir, daha sonra isə ifşa olunmasın deyə qətlə yetirir. Cəsədi evdən səssiz-səmirsiz çıxarmaq üçün onu çamadana yerləşdirir. Meyitdən axan qanı hopdurmaq üçün onun ətrafını qəzet və jurnallarla doldurur.
Bundan sonra çamadanı götürüb dəmir yolu stansiyasına gedir və qatara minir. Bir qədər getdikdən sonra isə onu pəncərədən dəmir yolunun kənarına atır. Bəs Matias niyə belə amansız bir qatilə çevrilmişdi? Matiası müayinə edən psixoloqlar onda ciddi uşaqlıq travmaları aşkar eləyirlər. Matias hələ balaca bir uşaqkən babasının fermasında donuzların necə kəsildiyini görmüşdü. Bıçaq altında qalan heyvanın o çarəsizliyi, qorxusu və ətrafa yayılan qan mənzərəsi balaca uşağın psixikasında çox ağır və geri dönməz bir iz buraxmışdı. Matias böyüdükcə daxilində gizli sadist xəyallar bəsləməyə başlayır. Onun üçün ən böyük cinsi həzz qarşısındakı canlının həyatı üzərində mütləq gücə sahib olmaq və onun acizliyini görmək idi. Matias Steinerin məhkəməsi yalnız 1982-ci ilin yayında baş tutur. O ömürlük azadlıqdan məhrum edilir. Amma bir neçə ildən sonra Almaniya tarixində hər şey dəyişən böyük bir hadisə baş verir. 1990-cı ildə Şərqi və Qərbi Almaniya birləşir. Bu birləşmədən sonra ölkədəki bütün köhnə məhkəmə qərarlarına yenidən baxılmalı idi. Matias cinayəti törədəndə cəmi 18 yaşında bir gənc idi. Yeni qanunlara görə isə o gənclərin cinayət kateqoriyasına düşürdü və bu kateqoriyada maksimum cəza cəmi 10 il idi. Beləliklə 1991-ci ildə məhkəmə Matiasın ömürlük cəzasını cəmi 10 ilə endirir. O cəzasını çəkir, üstəlik məcburi psixiatrik müalicədə alır və nəhayət 1999-cu ildə tamamilə azadlığa buraxılır. Azadlığa çıxdıqdan sonra başqa şəhərə köçən Matias orada özünə yeni bir sevgili tapır və həmin qadının azyaşlı oğlu ilə birlikdə eyni evdə heç nə olmamış kimi yeni bir həyata başlayır. Bəzən elə cinayətlər olur ki, məhkəmə hökmü oxunsa, qatil cəzasını çəkib azadlığa çıxsa belə qapanmır. Sanki zamanın özü bu qan ləkəsini silmək istəmir. Və bu hekayədə hər şey tükürpədici bir tarixin 15 yanvarın ətrafında fırlanır. Yadınızdadırsa, balaca Lars məhz yanvarın 15-də qətlə yetirilmişdi. Düz 13 il sonra, 1994-cü il yanvarın 15-də Larsın atası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Eyni gün, eyni tarix. Amma təsadüflər bundan bitmir. Aradan daha 19 il keçir. 2013-cü il yanvarın 15-də Matias ağciyər xərçəngindən ölür. Cinayətin törədildiyi andan düz 32 il keçmişdi və ölüm saatı belə dəqiqəsinə qədər üst-üstə düşürdü. Burada heç bir mistika, heç bir sehir yoxdur. Amma insan düşünməyə bilmir. Necə ola bilər ki, qurbanın itkin düşdüyü, atasının dərddən öldüyü və qatilin son nəfəsini verdiyi gün eyni gündür? Sanki bu qorxunc cinayət heç vaxt bitməyib, hər il yanvarın 15-də eyni nöqtəyə qayıdaraq zamanın içində fırlanmağa davam eləyir. Hər kəs elə bilirdi ki, qatilin ölümü ilə bu qara səhifə artıq qapanacaq, lakin yanılırdılar. Çünki hekayə hələ bitməmişdi. Matiasın ölümündən çox az sonra Alman mətbuatında bomba effekti yaradan bir kitab işıq üzü görür. Krasford qətli, əsl hekayə. Kitabın müəllifi Matiasın keçmiş sevgilisi Kerstin Appel idi. Amma bu sadə bir xatirə kitabı değildi. Kerstin öz romanında cinayəti rəsmi sənədlərdən tamamilə fərqli, qorxunc detallarla təsvir eləmişdi. Onun iddiasına görə Matias uşağı mənzildə öldürəndə Kerstin evə gəlib və hər şeyi görüb. Hətta Matias onu hədələyərək cəsədi çamadana qoymağa və qatardan atmağa kömək eləməyə məcbur eləyib. Bu etiraflardan sonra 2013-cü ildə Almaniya prokurorluğu hərəkətə keçir. Kerstin cinayəti gizlətməkdə və şərik olmaqda şübhəli bilinərək istintaqa cəlb olunur. Lakin cəmi bir il sonra iş bağlanır. Çünki əldə heç bir maddi sübut yox idi. Hüquqi baxımdan Kerstin təmizə çıxır və onun yazdığı kitab rəsmi olaraq sadəcə bədii təxəyyülün məhsulu kimi qəbul edilir.